bu cür maşınlar gündə çıxacaq. Bu qədər sürətlə maşın çıxmaz. Son zamanlarda bir dənə Geely'nin sedanı var, Galaxy. Adın tam olaraq yadımda deyil və digər insanlar da məsəl üçün Dongfeng haqqında, Chery haqqında və yaxud da ki, digər Kitay maşınları haqqında mənə deyirsiniz ki, məlumat verin. Dostlar, ümumi bir dənə sizə məlumat vermək istəyirəm ki, bu cür maşınlar gündə çıxacaq. Mən bu işi çox yaxşı bildiyim halda imkanım olmur ki, bunlar haqqında rəy bildirə bilim. O haqda hər hansı bir məlumat toplaya bilim. Düşünün ki, bu anormal bir haldır. Bu qədər sürətlə maşın çıxmaz. Bu qədər sürətlə əgər maşın çıxırsa, o özlüyündə təhlükə yaradır. Bundan qabaqki videomda nə deyirdim mən? Mən deyirdim ki, ehtiyat hissəsi bazası. Əgər ümumiyyətlə istəyirsinizsə ki, hər hansı bir maşını alasınız və mən rəy bildirmədən alasınız, sizə bircə yol öyrədirəm. O maşını satan adama denən ki, mənə ehtiyat hissəsinin kataloqunu göstər. Ehtiyat hissəsi gətirməyə boş verin, onu maşını düzəltməyə boş verin. Sadəcə birinci kataloqunu istəyin. Görün o varmı? Kataloq yoxdursa iş biraz xarabdır. İkinci, o maşının texnologiyasına baxın. Əgər texnologiya qarmaşıqdırsa, bu gələcəkdə sizə problem yaradacaq. Yəni, məsəl üçün, bugün həvəslə hibrid alırsınız, amma hibridin yaxın gələcəkdə ciddi problemləri çıxacaq. Plug-in hibriddə həmçinin. Çünki orada niyə akkumulyator var? Akkumulyatorun bircə hücrəsi xarab olan kimi bütün sistem sıradan çıxır və külli miqdarda pul ödəməlisiniz. Bu, normal bir adam üçün çox böyük bir xərcdir. Sizə sadəcə bu qədər kömək edə bilirəm, qalanını da özünüz qərar verərsiniz.